Bəli, mən bu günlərim hardayam? Daşkəsən rayonunun ən uzqar kəndlərindən biri olan Quytul kəndində. Yəni yolları çox bərbad bir vəziyyətdə olan kənddir və bu günlər biz gəlmişik Kəlbəcərli ailəsini. Bax gördüyünüz kimi çox çətin şəraitdə yaşayırlar və bu insan da Həsən müəllim də çətin şəraitdə yaşayan ailələrdən biridir. İstəyirəm sizlərə təqdim etmək istəyirəm. Adınız, soyadınız? Allah verdiyi Həsən Abbasəloğlu. Çox gözəl. Həsən müəllim, neçə ildir burada yaşayırsınız? 93-dən ilə qaçqın gələndən burada yaşayır. Çox gözəl. Gəlin, danışa gəlin. Bəli, Kəlbəcər rayonu hansı kənd sakinisiniz? Kəlbəcər rayonu Təhtam kənd sakini. Kəlbəcər rayonu Təhtam kənd sakinisiniz. Yelizə Sovetini Təhtam kənd Yelizə kənd sakini. Çox gözəl. Dövlətimizdən, adiyyəti olan orqanlardan tələbiniz, xahişiniz nədir? Dövlətimizin birinci Allah prezidentimizin canını sağ eləsin. Xudavənd Kərim Allah ona uzun ömür can sağlığı versin. Bəli. Qazilərimizə can sağlığı, şəhidlərimizə Allah rəhmət eləsin. Amin. Allah bütün ölənlərə rəhmət Və qaçqın komumuz Rövşən Rızayevə də Allah ona da can sağlığı, uzun ömür, işlərindən müvəffəqiyyətlər arzuluyuram. Çox sağ olun. Çox çətin vəziyyətdə yaşayıram. Bəli. Bu erməninin yaşayan kənddir. Bu uçuq bir evidir. Gəlib 33 ildir ki, bu evdə, bu vəziyyətdə, bu şəraitdə yaşayıram. Adiyyəti olan orqanlar xahiş edirik ki, bu ailəyə köməklik olunsun, dəstək olunsun. Kəlbəcər rayon sakinidir. Bəli, Həsən müəllim. Müəllim, adınızı, soyadınızı təkrar deyin, adınızı, soyadınızı. Allah verdiyev Həsən Abbasəloğlu. Bəli. Görsən, bəli. Cənab jurnalist. Uçur, uçur. Bəli, gördüyünüz kimi adiyyəti olan orqanlar çox çətin şəraitdə yaşayırlar. İndi də torpaqlarımız alınıb, prezidenti, albaş komandanımızın sayəsində prezidentimizin köməyi. Dövlətdən istəyiniz, xahişiniz, tələbiniz nədir? Mənə Ağdərənin rayonlarının, Ağdərə rayonunun kəndlərindən, o yol qırağı kəndlərindən Allah da indi qoca kişiyəm, dağa yuxarılara çıxıb gələ bilmirəm. Bax, bu şəkildədir. Xahiş edirəm adiyyəti olan orqanlar Ağdərə rayonunun kəndlərindən inşallah bu ailəyə ev verilməsi üçün əlinizdən gələn köməkliyi. Bəli, cənab prezidentimiz hər zaman deyir ki, çətin şəraitdə yaşayan insanlara bacarılan köməklik eləmək lazımdır. Bəli, mən misal Kəlbəcərdə belə bir ailələr çəkirəm, göstərirəm ki, Klyonka ilə, bunun hamısını parça ilə bu zatları çəkib üstümüzə. Bəli, xahiş edirəm sizdən adiyyəti olan orqanlar bu ailəyə dəstək olun. Dağılmasın. Və inşallah biz də inanırıq ki, dövlətimiz sizə dəstək olacaq. İnşallah biz əsaslaşığına gələrik. İnşallah. Allahın iznindən bəli, gördüyünüz kimi adiyyəti olan orqanlar. Bunun hamısı görsən, Klyonka, reklam kutsatlarlı, bu kağızlarlı, hamısını bax buralara vurduqları. İnanırıq, dövlətimizə inanırıq. Allah olsun, bax üstümüz Klyonkalı. Bunu belə qoymuşuq ki, üstümüzə. Bax, görsən suların izinə. Bəli. İnşallah. İnanırıq, demək inanırıq. Kəlbəcər rayonu gecdir artıq, oraya köçmək gecdir deyil. İmkanımız yoxdur burada yaşamağa. Sadda yer yoxdur, yurt yoxdur. Xahiş edirəm, o yol qırağı kəndlərdən, Zərdəxaşdan, Qozlu Körpüdən, Heyvalıdan, inşallah. Və sizə öz adımızdan sağ ol deyirik, dərin təşəkkürünü bildiririk. İnanırıq ki, inşallah bu ailəyə dəstək olunacaqdır. Adiyyəti olan orqanlar sizdən xahiş edirəm, bir də xahiş edirəm. Təşəkkürlər, minnətdaram, çox sağ olun.